Deməli əziz müştərilər, bu içməli su filtrlərinin ön dəyişim filtrləridir. Birinci gördüyünüz pambıq filtri, bu qaç karbon, bu da blok karbon. Bunlar nə işə yarayır? Palçığı götürür, sediment, blok karbonla qaç karbonda iyi qoxunu, müəyyən miqdarda da dəmirləri, yad maddələri götürür. Buradakı vəziyyət nədir? Vaxtında dəyişilmədiyi üçün karbonlar da palçıq olub, görürsünüz bu vəziyyətdədir. Nə etmək lazımdır? Bunları vaxtında dəyişmək lazımdır. Gördüyünüz kimi burada o həddə çatıb ki, karbon da qaralıb. Bunların bu vəziyyətə gəlməməyi üçün 4-5 aydan bir nəzarətləmək, baxmaq, dəyişmək lazımdır. Zaten filtrlərin ön hissəsindəki birinci şəffaf kolbadan görünür ki, palçıq filtrin üstündə nə vəziyyətdədir. Çirkləndiyi halda dəyişmək vacibdir. Vaxtında dəyişildiyi zaman membranı qoruyur, suda acılıq, dad tam olmur. Tövsiyəmiz odur ki, vaxtında filtrləri dəyişəsiniz.